Dördüncü bölmənin 3-cü dərsinə çatmışıq. The Easter Island Statues. Easter adasındakı heykəllər. Həmişəki kimi kömək eləyəcəm mətnə birinci baxaq, sonra da mətnə aid olan speaking, lüğət, comprehension və sair tapşırıqları birlikdə işləyəcəyik. When the first sailing ship came to Easter Island in 1722, vergülə kimi tərcümə eləyək. İlk yelkənli gəmi Easter adasına 1722-ci ildə gələndə the captain and crew were afraid to land. Kapitan və crew heyəti ora enməyə qorxurdu. Land ismi olaraq torpaq deməkdir. Amma feil olaraq eniş etmək mənasını verir. Təyyarənin eniş etməsi və yaxud gəmidə üzənlərin torpağa enməsinə land deyirlər. Yəni onlar ilk dəfə bura gələndə adaya enməyə qorxurdular. They saw giants looking down at them from the high cliffs. Onlar görürdülər nəyi? Giants looking down at them. Looking down at somebody. Giantlərin, nəhəng insanların onlara yuxarıdan aşağı baxmasını görürdülər. Looking down from the high cliffs. Yüksək bu təpələrdən nəhənglərin onlara yuxarıdan aşağı baxmasını görürdülər. The giants didn't move, so the ship slowly moved closer. Nəhənglər didn't move, hərəkət etmirdilər. So, ona görə də gəmi yavaş-yavaş daha yaxına hərəkət etdi. Yəni, gəmi daha da yaxınlaşdı. Close bağlı deməkdir. Həm də yaxın mənasını verir. Close, yaxın, bir də bağlı. Closer isə daha yaxın deməkdir. The ship slowly moved closer, yəni gəmi yavaş-yavaş daha yaxına hərəkət etdi, yaxınlaşdı. Finally, nəhayət sonda, the sailors realized that the giants were statues. Sonda sailors, dənizçilər realizə elədilər ki, yəni dərk elədilər ki, o giants, nəhənglər əslində heykəl idilər. Heykəl imişlər. Who made these huge statues? Bu nəhəng heykəlləri kim düzəltmişdi? How did they get here? How did they get there? Onlar ora necə gedib çıxmışdılar? Easter Island is a very small island in the Pacific Ocean. Easter adası Pasifik Sakit Okeanda çox balaca bir adadır. It is more than 2000 miles from the nearest continent, South America. It is more than 2000 miles. O ən yaxın kontinent, qitə olan Cənubi Amerikadan 2000 mildən daha çox uzaqlıqdadır. It is one of the most isolated places on earth. O, yer kürəsində ən çox izolə olunmuş yerlərdən biridir. The biggest statue on Easter Island is over 60 feet high and weighs over 100 tons. Easter adasındakı ən böyük heykəl 60 fitdən daha çox hündürlükdədir və 100 tondan daha ağır çəkidədir. There are hundreds of smaller ones. Orada yüzlərlə balacaları var. Ones deyərkən həmin statue nəzərdə tutulur, yəni ona istinad edilir. Sadəcə təkərin qarşısı alınsın deyə ones formasına yazıldığını şahid oluruq. Orada yüzlərlə daha balacaları var. About 15 feet high. Hansı ki onlarda 15 feet hündürlükdədir. All of the statues are made of stone. Heykəllərin hamısı are made of stone. Daşdan düzəlib. And some wear stone hats. Bəziləri isə daşdan hat, papaqlar taxıb. Wear həm geyinməkdə, həm də papağı wear edirsənsə, papağı taxmağa da wear deyilir. Həmçinin demişdik də aksesuardır, ondan sonra make-up, makiyajdır, papaqdır və s. onlara wear deyilir. Their faces are solemn and unsmiling. Onların üzləri solemn, ciddi və unsmiling, gülümsəməyəndir. Earlier inhabitants of Easter Island, inhabit məskunlaşmaq deməkdir. Inhabitant orada məskunlaşanlar, yəni orada məskunlaşan insanlar made the statues from the rocks in a volcanic crater. Onu vulkanik kraterdən olan rocks, qayalardan düzəltmişdilər. Next, they had to move the statues a long distance. Sonra da onlar statue heykəlləri uzaq məsafəyə hərəkət etdirməli, yəni aparmalı oldular. They had to, aparmalı idilər. In some cases,
They moved the statues to locations more than 10 miles away. In some cases, bəzi hallarda onlar heykəlləri 10 mildən daha uzaq məsafəyə, 10 mildən daha uzaq location'a move edirdilər, hərəkət etdirirdilər, aparırdılar. No one knows for certain. Heç kəs dəqiq bilmir ki, how the inhabitants were able to move the statues. Məskunlaşanlar heykəlləri necə were able to move edə bilirdilər. Were able to bacarmağın keçmiş zaman formasıdır. Bir can formasını deyirik bacarmağı, bir də able to formasını deyə bilirik. Onu necə bacardıqlarını heç kəs bilmir. Heç kəs dəqiq bilmir. Some scientists say that. Bəzi alimlər deyirlər ki, palm trees grew on Easter Island in the past. Grow yetişmək deməkdir. Keçmişdə də olur grew. Keçmişdə palm trees grew in the past. Keçmişdə Easter adasında palm ağacları yetişirdi. They think, onlar düşünürlər, the inhabitants cut the trees down and placed the heavy statues on the trees. Orada məskunlaşanlar, yəni oranın sakinləri ağacları kəsirdilər və ağır heykəlləri onların üzərinə yerləşdirirdilər. Then groups of 70 o deməkdir ki 70 nəfərlik qrup or more və yaxud daha çoxu. Sonra da yəni 70 nəfər və yaxud daha çox insandan ibarət olan qruplar rolled the statues. Həmin o heykəlləri roll edirdilər, yəni fırlayırlar. Roll fırlamaq və yaxud bir şey diyirləyib aparır. Yəni o ağacı kəsirdilər, üstünə qoyurdular, sonra da diyirləyib aparırdılar ağacın girdə olmasının sayəsində. Yəni onları roll edirdilər to their present locations. Onların present, indiki locationlarına roll edirlər, yəni diyirləyib aparırdılar. Other scientists disagree with this theory. Başqa alimlər bu teoriya ilə disagree edirlər, yəni narazıdırlar. Agree razılaşmaq, disagree razılaşmamaq, narazı olmaq. Çünki there are no palm trees on the island today. Bu gün adada heç bir palm ağacı yoxdur. More important, daha vacibi, the purpose of the statues is still a mystery. Bu heykəllərin purpose məqsədi hələ də bir sirdir. Was the purpose of the statues to prevent strangers from landing on the island? Sual cümləsi deyə was-la başlayıb. Was the purpose of the statues? Bu heykəllərin məqsədi yad insanların adaya eniş etmələrini prevent eləmək idimi? Yəni qarşısını almaq idimi? Prevent qarşısını almaq deməkdir. Yəni onların məqsədi yad insanların adaya gəlməsinin qarşısını almaq idimi? The result, however, has been the opposite. Nəticə amma has been the opposite. Bunun əksi olub. Opposite əks deməkdir. Large groups of eager people come to look at the statues. Eager people, həvəsli insanların böyük qrupları heykəllərə baxmaq üçün gəlirlər. Easter Island now has a modern airport and people come from all over the world to visit. Easter adasının indi müasir bir aeroportu var və bütün dünyadan insanlar come to visit, səyahət eləmək üçün gəlirlər. Çalışmalara başlayaq. B çalışması, lüğət çalışması ilə. Don't carry the rock. Daşı, qayanı daşıma. Carry daşımaq deməkdir. Daşıma, yəni əlində daşıma. Just it down the hill. Sadəcə qayadan aşağı neynə? Fırla. Just roll it. Yəni diyirlə onu. Yuxarıdan aşağı diyirlə sadəcə əlində daşıma. O Breaking Bad'də Hank görürük ki, Jesse bir də Walter böyük boçkaları əlində daşıyırlar, barrelları. O da deyirik, it's a barrel, morons, it rolls. Jesus. Yəni ki, it's a barrel, morons, ay axmaqlar, bu boçkadır, it rolls, fırlanır. Yəni deyirlənə bilən şeydir. Yəni əlinizə niyə daşlayırsınız ki, roll eləyində. Bu cümləni gördüm, o yadıma düşdü. Hey, try rolling it, morons. It's a barrel. It rolls. Jesus. 2. Nə zamansa we should get 8 hours of sleep every night. Hər gecə 8 saat yuxu yatmalıyıq. In practice, praktikada yəni realda amma we often sleep only 5 or 6 hours.
praktikada və yaxud realda amma 5 və yaxud 6 saat yatırıq. Bu cümlələri qarşılaşdırırsa, deməli, praktikanın əksi nə olacaq? Theory olacaq da, nəzəriyyə. In theory, nəzəri olaraq, yəni nəzəriyyədə biz hər gün 8 saat yatmalıyıq, amma praktikada, yəni əslində bu qədər yatırıq. 3. Of former kings and queens. Former əvvəlki deməkdir. Əvvəlki, yəni sabiq krallar və kraliçalar lined the entrance to cathedral. Line xətt deməkdir, isim olaraq, amma fe'l olaraq xəttə düzülmək, yəni sıraya düzülmək deməkdir. Yəni sabiq krallar və kraliçalar cathedral, kilsənin girişinə sıraya düzüldülər. Yəqin ki burada olar statues of former kings and queens. Sabiq kral və kraliçaların heykəlləri katedralın girişində sıraya düzülmüşdü. Yəni ki, ümumiyyətcə katedralın girişinə düzülmüşdü. 4. Last year, keçən il, there were 10 people in the club. Clubda 10 nəfər var idi. There are only 5. Yalnız 5'i var. Yəqin ki, indiki zaman olduğunu görürsünüz. Yəni, indi deyəcəyik. İndi nədir? Presently. Əvvəl bu qədər idi, amma presently there are only 5. İndi ancaq 5 nəfər var. 5. The redwood tree is a redwood ağacı nədir? It grows very tall. O çox hündür yetişir, çox hündürə yetişir. The redwood tree is a giant, nəhəngdir və çox hündür yetişir. 6. Don't go too close to the side of the cliff olacaq da, cliffin kənarına çox yaxın getmə. Close bayaq dedikdə yaxın demək idi. Çox yaxın getmə. You might fall off. Yıxıla bilərsən. Cliff sözdə varmı? Burada var. Növbəti. When did you that? Sən nə vaxt neynədin ki? Your daughter is a good athlete. Sənin qızın yaxşı bir atletdir. Sən nə vaxt fərqinə vardın? Nə vaxt fikir verdin? Nə vaxt realizə elədin? When did you realize that your daughter is a good athlete? Realize sözü də buradadır. 8. 100 years ago, 100 il əvvəl, they of our town, bizim şəhərimizin nəyi? Were all farmers, hamısı fermer idi. Bizim şəhərimizin insanları, bizim şəhərimizin əhalisi, yaxud sakinləri, the inhabitants of our town were all farmers. Yəni bizim şəhərimizin sakinlərinin hamısı fermer idi 100 il əvvəl. 9. The of the volcano. Vulkanın nəyi? Wasn't dead, ölməmişdi. The villagers expected it to erupt at any moment. Kəndlilər onun hər an erupt eləməsini, yəni püskürməsini expect edirdilər, gözləyirdilər. The crater olacaq, yəqin ki bu the crater of the volcano wasn't dead. Vulkanın krateri ölməmişdi. Yəni burada ölmək deyərkən sönməkdən söhbət gedir. Yəni vulkanın krateri sönməmişdi. Kəndlilər onun hər an püskürməsini gözləyirdilər. 10. This is a very good for our farm. Bu bizim fermamız üçün çox yaxşı nədir? This is a very good. Yaxşı, ardını oxuyaq. It has water and lots of trees. Onun suyu və çoxlu ağacları var. Sağ. Fermamız üçün yaxşı bir. This is a very good location. Bu bizim fermamız üçün yaxşı bir locationdır, yerdir. Bunun yaxşı suyu və çoxlu ağacları var. 11. My grandfather was a person. Babam bir insan idi. Necə bir insan idi? He almost never laughed. O demək olar ki, heç vaxtı gülmürdü. Sağ, deməli, he was a serious person. Ciddi insan idi. Və yaxud buradan öyrəndiyimiz sözlə he was a solemn person. Solemn sözünü ciddi və yaxud həm də rəsmi mənasında işlədə bilərik. Məsələn, solemn documents ciddi sənədlər və yaxud yəni rəsmi sənədlər mənasında. 12. What can we do to, nə edə bilərik ki? The birds from returning and eating the fruit. Quşların qayıtması və meyvəni yeməsi.nin qarşısını almaq üçün nə edə bilərik? Qarşısını almaq nə idi? Prevent idi.
What can we do to prevent the birds from returning and eating the fruit? 13. They put him in, onu koydular neyin içine? Because he had a contagious disease. Çünkü onun contagious'ı Facts and Figures kitabında öğrenmiştik. Contagious yoluxucu deməkdir. Orada yawning mövzusunda deyir ki, yawning is contagious. Əsnəmək yoluxucudur. Yəni bir insanın əsnəməsini görəndə sən də əsnəyirsən. When you see someone yawn, you yawn too. That's why yawning is contagious. Yəni əsnəmək yoluxucudur. Onun yoluxucu xəstəliyi vardı deyə onu qoydular in, nəyə qoydular? In isolation. Onu izolyasiyaya qoydular. They put him in isolation. C-də vocabulary tapşırığıdır. Yenə hamısını deməyəcəm, amma sizə kömək eləyəcəm, çünki asandır əslində. Deyir ki, match the word in column A with the word in column B. A sütunundakı sözləri B sütunundakılarla uyğunlaşdırın. That means the opposite, üzr istəyirəm. Hansı ki, əks mənanı verir. Yəni, bir-birini antonimi tapacaq. Identical eyni deməkdir. Məsələn, identical twins o deməkdir ki, bir-birinə tamamilə oxşayan əkizlər. Yəni, eyni olan əkizlərdən söhbət gedir. Identical eyni deməkdir. Onun əksi different sözdür, yəni fərqli. Digər sözlərdə özünüz baxın. Məsələn, sinks batmaq sözdür yəqin ki, burada. Onun əksi olar. Buoyancy sözü varmı burada? Bunun əksi comes up var məsələn. Bir var sinks batır, bir də var ki comes up suyun yuxarısına qalxır və s. Hostile nə idi? Friend sözünün əksisidir də. Bu da indi özünüz işləyin. Mən sizə əsas növbəti comprehension və speaking çalışmasına kömək edəcəm. The first ship to arrive at Easter Island was a steamship. Easter adasına çatan ilk gəmi was a steamship. Steam gəmisi, buxar gəmisi idi. Steam buxar deməkdir. Yəni buxar mühərriki ilə işləyən gəmilərə deyirlər steamship. Steam sözünü ola bilər ki, bu formada da rast gəlmiş ola bilərsiniz. Bu abreviaturadır, amma science, technology, engineering, art and math sözlərindən düzəlib. Yəni bunun buxar sözünə aidiyyəti yoxdur. Yəni ilk ora çatan gəmi buxar gəmisi idimi? Xeyr, ora ilk çatan gəmi sailing ship idi, yelkənli gəmi idi. Ona görə deyəcək ki, no, this statement is false. Yox, bu statement, bu yazılan mülahizə yanlışdır. Because the first ship to arrive at the Easter Island was not a steamship. It was a sailing ship. O buxar gəmisi deyildi, sailing ship idi, yəni yelkənli gəmi idi. 2. At first, the sailors thought the giants were real people. Əvvəlcə dənizçilər düşündülər ki, nəhənglər real insanlar idi. Yes, at first the sailors thought the giants were real people and they were afraid of them. Və onlardan qorxurdular hətta. 3. The sailors realized that the giants were statues. Dənizçilər dərk elədilər ki, bu nəhənglər əslində heykəl idi. Yes, at first they thought that they were real people. Bəli, ən birinci elə bilər ki, real adamlardı. But then they moved closer. Onlar daha yaxına irəlilədilər. And they realized that the giants were statues. Və onlar realize elədilər ki, o nəhənglər əslində statue idi, yəni heykəl idi. Yəni axırda realize elədilər, yəni uzun sözün qısası bu düzdür. 4. Easter Island is very close to South America. Easter adası Cənubi Amerikaya çox yaxındır. Qayıdıb özünüz indi diqqətlə oxusaz görəcəksiniz ki, bir də əgər mən düz xatırlayıramsa, yazılıb ki, ən yaxın olanı South America idi. O da ki, 2000 mil idi deyəsən. Ona görə deyəcəm ki, no, this is false. Easter Island is very far away from South America. Easter adası South Amerika'dan, Cənubi Amerikadan çox uzaqdır. It is very far away. 5. Easter Island lies in the Pacific Ocean. Easter adası Sakit Okeandadır. Yes, this is true. Easter Island lies in the Pacific Ocean. Orada yerləşir. 6. There are many huge stone statues on the island. Adada çoxlu nəhəng daş heykəllər var. Bəli, əlbəttə söhbət ondan gedir. 7. The statues have smiling faces deyir ki, o heykəllərin gülümsər üzü var, onların mehriban üzü var.
No, this is false. Xeyr, bu səhvdir. Because they don't have smiling faces. They have solemn faces. Onların gülümsər üzü yoxdur, onların ciddi üzü var. The president nədir? Present, indiki. The present inhabitants of Easter Island made the statues. Bu cümlənin bir də mübtədasına baxın. The present inhabitants of Easter Island. Easter adasının indiki sakinləri. Yəni deyir ki, həmin o heykəlləri Easter adasının indiki sakinləri düzəldiblər. No, this is false because the present inhabitants of Easter Island didn't make the statues. The inhabitants of the past, keçmişin sakinləri və yaxud the inhabitants who lived in the past, keçmişdə yaşayan sakinlər made the statues. 9. There are many volcanoes on the island. Adada çoxlu vulkanlar var. Vulkan olmasını bilirik. Çünki bəzi alimlər düşünür ki, adadakı vulkanik daşlardan düzəltmişlərdir. Amma adanın sayı haqqında məlumatımız yoxdur axı. Deyəcəm ki, there is not enough information about this in the text. Bunun haqqında mətndə kifayət qədər məlumat yoxdur. Yes, we know that there are volcanoes on the island. Bəli, bilirik ki, adada vulkanlar var. But we are not certain about the amount of the volcanoes. We are not certain, biz dəqiq bilmirik, biz əmin deyilik about the amount of the volcanoes. Amount of volcanoes, yəni vulkanların miqdarı. Hamısını bir yerə yığaq. We are not certain about the amount of the volcanoes. Biz vulkanların miqdarı haqqında dəqiq bilmirik. Yenə var imiş. Bunları özünüz true false deyin. Mən qaçıram i tapşırığına speakingə uyğun cavablar verəcək bunlara. Sualınız olsa kömək eləyəcəm. Amma kommentdə yazın siz bunları. 1. Is Easter Island large or small? Easter adası böyükdür yoxsa balacadır? Easter Island əslində balacaydı. Ona görə deyəcəm ki, Easter Island is very small. 2. Which ocean is it in? O hansı okeandadır? Cavabımız olacaq ki, o sakit okeandadır. Yəni deyəcək ki, it is in the Pacific Ocean. 3. How far away is the nearest continent? Ən yaxın qitə nə qədər yaxındadır? Yəni nə qədər məsafədədir? Yəni cavab verəndə deyəcəm ki, ən yaxın qitə deyə başlayacağım. İndi axırıncı örnəklər gətiririk. Deyəcəm ki, the nearest continent ən yaxın qitə nə qədər? Təxminən 2000 mil uzaqda idi. Is 2000 miles away. Bu formada cavab verə bilərik. The nearest continent is 2000 miles away. What are the statues on Easter Island made from? Easter adasındakı heykəllər, the statues on the Easter Island nədən hazırlanıb? Cavabımız olacaq ki, Easter adasındakı heykəllər vulkandan hazırlanıb. Elə cavabı belə formada quraşdıraq ki, the statues on the Easter Island bizim mübtədamızdır. Elə bunu kopyalayıq, başlayaq ki, the statues on the Easter Island are made from volcanic nədən hazırlanmışdı? Are made from volcanic, nə bilim, lava deyirəm də, atıram, əsərdə cümlənin quruluşu düz olsun. Are made from volcanic lava. 5. How tall is the biggest statue? Ən böyük heykəl nə qədər hündürlükdədir? Yenə elə həmin cümlənin özündən götürüb bir dənə cavab hazırlayaq. Deyirəm, həmişə elə düzgün cavablar cümlənin içində gizli olur həmişə. Çox vaxtı. Yəni, diqqətlə qulaq asıb, diqqətlə fikir verib cavab hazırlaya bilərik. How tall is the biggest statue? The biggest statue deyə başlayırıq. Bu izi gətirib qoyuruq yanına. Is nə qədər hündürdədir? Məsələn, atıram ki, 50 metr hündürlüyündədir. Is 50 meters tall. 50 metr hündürlüyündədir. Sadəcə how tall deyə sual verir deyə, nə qədər hündürlüyündədir deyə
how tall deyə başlamışdı. Biz də bu formada cavab veririk. The biggest statue is 50 meters tall. How much does it weight? It weighs, nə bilim, 50 tons məsələn də. O 50 ton ağırlığındadır. It weighs 50 tons. 7. Can you describe the faces of the statues? De ki, heykəllərin üzünü təsvir edə bilərsənmi? Yadımda qalana görə belə təsvir edəcəm ki, onların ciddi üzləri var və onların bəziləri hətta papaq taxır. They have serious faces və yaxud they have solemn faces. Solemn faces. Və hətta onların bəziləri and even some of them, deyirəm ki, onların bəziləri hətta papaq taxır. And some of them even wear hats. Onların ciddi üzləri var və onların bəziləri hətta papaq taxır. Yəni bu formada describe edə bilərik. 8. Where did the rocks for the statues come from? Heykəllər üçün olan daşlar, qayalar hardan gəlib? Deyəcəm ki, alimlərin bəziləri düşünür ki, some of the scientists oldu alimlərin bəziləri və yaxud qısaca some scientists də deyə bilərəm. Bəzi alimlər düşünürlər ki, think that, orada məskunlaşanlar həmin o qayaları ağacın üzərində rol edirdilər, sürükləyib gətirirdilər. Həmin ağacdakı palm ağacıydı ki. Palm ağacıydı da. Some scientists think that early inhabitants of the island, adanın ilkin sakinləri cut the palm trees, palm ağaclarını kəsirdilər and rolled the statues on them və heykəlləri onların üzərində rol edirlər, diyirləyib aparırdılar. 9. How far did the inhabitants move some of the statues? Sakinlər heykəllərin bəziləri nə qədər uzağa aparırdılar? Deyəsən 10 mile uzağa aparmışdılar. Deyəcəm ki, the inhabitants moved some of the statues. Yəni deyəcəm ki, sakinlər heykəllərin bəzilərini 10 mile uzağa aparırdılar. Mübtədadan başlayıram ki, inhabitants, indi feili qoyacam bura, moved, aparırdılar, tamamlığı qoyacam nəyi, o heykəllərin bəzilərini, moved some of the statues, nə qədər uzaq, 10 miles away. 10. Did the present inhabitants of Easter Island make the statues? The present inhabitants of Easter Island mübtədamızdır, yəni ki, Easter adasının hazırki sakinləri. Sual verir ki, yəni onlar düzəldibilərmi bu heykəlləri? No, they did not. Xeyr, onlar düzəltmədilər. The early inhabitants of Easter Island made the statues. Adanın early, erkən sakinləri düzəltmişlər. 11. What is one possible purpose of the statues? One possible purpose, mümkün bir məqsədi, yəni potensial bir məqsədi nədir bu heykəllərin? Deyəcəm ki, bu heykəllərin mümkün məqsədlərindən biri adaya gələn insanları qorxuzmaqdır. Yəni, heykəllərin mümkün məqsədlərindən biri adaya gələn insanları qorxutmaqdır. İndi mübtədamızdan başlayıram, heykəllərin mümkün məqsədlərindən biri. One of the possible, daha doğrusu potential purposes of the statues. Deməli, heykəllərin mümkün məqsədlərindən biri deyərkən necə deyəcəm? One of the potential purposes of the statues is,
qorxuzmaqdır, qorxutmaqdır. Frightening qorxuzmaqdır. Kimi? Adaya gələn insanları. Bəs adaya gələn insanları necə quraq? İnsanlar kim ki adaya gəlirlər? It's frightening the people who come to the island və yaxud visit the island. One of the potential purposes of these statues is frightening the people who visit the island deyə cavab verə bilərik 11-ci suala da. 12-cidə deyir ki, what do you think the purpose of the statues was? What do you think? Səncə bu heykəllərin məqsədi nə idi? Yəni özünüzdən writing üçün bir mövzu yazın. Yəni istəyirsiniz ChatGPT-dən ideyalar alın, amma cümlə quruluşları özünüz eləyin. Kommentə yazın, yoxlayacağam. Kömək lazım olsa eləyəcəm. F-dəki çətin bir şey deyil. Özünüz baxın, mətnin əsas ideyasını soruşur bizdən. Növbəti mövzuda görüşərik. Baxdığınız üçün sağ olun.